Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilərim və izləyicilərim. Deməli, bir növbəti kombini də işə saldım. Dəf kimi qəşəng səliqəli. Deməli, burada bir-iki şeylər var, onları sizə izah edeyim. Çünki bilməniz daha da yaxşıdır. Görürsünüz, bir bar yarımda təzyiq. Yəni 2 atmosferdə işlətməyin, detalı zayi edir. Yəni istəyirsinizsə uzun ömürlü bir yarım atmosferdə işlədə bilərsiniz. Deməli, sönülü haldadır, hal-hazırda. Gördüyünüz halda birinci sizə mən ona izah edeyim. Aktiv etmək üçün görürsünüz, hər bir pultun üzərində olduğu işarə. Bir də toxunub basıb saxlayırıq, aktiv olur. Tutaq ki, aktiv olubdur, işləyir. Qazda kəsilmə var, misal üçün belə deyim sizə. Farz edək ki, xət kəsilibdir də, belə deyim. Qazlar kəsilibdir, gəlmir. Bağlayırıq. Kombi keçir xəta koduna. Yəni təkrardan işə salmaq üçün, yəni xəta koduna çevriləndə, yəni narahat olmayın da, yəni özünüz də həll edə bilin deyə. Ona görə izah edirəm. Yəni çevirəcək xəta koduna. 3 dəfə zajqalını vurub, 3 dəfə, yəni sön yan skırası çevirəcək xəta koduna. Xəta koduna çevirdikdə gördüyünüz pultun üzərində olduğu kimi bu hər bir yerdə olur. Misal kondisionerin pultunda olur, televizorun pultunda olur və yaxud da başqa bir pultlarda. Yəni siz bunu bir dəfə basıb saxlayacaqsınız. İndi farz edək ki, qaz gəlibdir. Düzdürmü? Qaz açırıq. Tutaq ki, qazlar gəlibdir. Xəta kodda davam edir. Düzdürmü? Siz burada edəcəyiniz bu düyməni görürsünüz. Söndür yandır işarəsini basıb saxlayırsınız. Off işarəsi gəlir. Gəldikdən sonra bir daha da toxunub basıb saxlayırsınız. Keçəcək qaldığı yerdən davama. Yəni işə düşüb davamı işləyəcək. Sıqra verib burada gördüyünüz kimi alov işarəsi gələcək. Yəni yandığını bildirir. Bir də bareldə də dediyim kimi bareli görürsünüz, bir bar yarım atmosferdə təzyiq. Yəni təzyiq bir yarımda həmişə saxlayın. Yəni 2 atmosferə qaldırmayın, detalını zayi edirsiniz. Bu bareli də qaldırmaq üçün altda gördüyünüz krantı görürsünüz, kombinin krantıdır. Yəni bunu saat istiqamətinə gördüyünüz halda bağlanır, əks istiqamətinə açılır. Yəni bareli də burada artır, azalt eləyəndə gözünüz burada bareldə olur. Yəni şkalaya diqqət eləyin ki, yəni çox atmosfer vurmayın. Bir yarımda qalsın. Yox, əyərləri artırılıbsa, misal üçün təzyiq çox vurulubsa, atapleniniz varsa üzərində növbəti bir video çəkmişdim, onun üzərində var. Yəni girib oradan da izləyə bilərsiniz. Yəni ataplenidən açıb açarla balaca yeri var, havasını almaq üçün. Açıb təzyiqi biraz sarsız aşağı. Yox, əyərləri ataplenidən əyərləri misal alamırsınız, hasarınız yoxdursa, əgər belə bir krant qoyublarsa kombidən çıxış xətti, yəni təzyiqini almaq üçün, təzyiq boşalmaq üçün və yaxud da gənləşmə tankına hava vurduğunda, içinin hava vurulduğunda suyu buraxmağından sakir, rahat. Bir də burada istifadə etdiyiniz ancaq bir dənə söndür yandır işarəsi olacaq. Gördüyünüz kimi, yəni dərəcəni yuxarı qaldırıb və yaxud da endirmək. Qış modunda olduğu halda, yəni toxunmursunuz qış moduna. Gördüyünüz mətbəx modunda istifadə etmirsiniz. Çünki xəttini görürsünüz, qoşulmayıbdır deyə xəttini ayrıdır. Bizə lazım olan bir də gördüyünüz söndür yandır işarəsidir. Bir də bu gördüyünüz dərəcə qaldır, endir işarəsidir. Bir də gözümüz olur, bareldə baxırıq. O da bir həftədən bir, 10 gündən bir, 15 gündən bir olarsa, əgər təzyiq düşərsə qaldırırsınız. Yəni hər dəqiqə başı gəlib qaldırmırsınız. Əgər yox, hər dəqiqə başı kombidə təzyiq qaldırırsınızsa, ya hardasa sızıntı var, ya da ki gənləşmə tankının havası bitib və yaxud da ki deşilibdir. Siz bak deyirsiniz ona, mən gənləşmə tankı deyirəm. Oldu. Bu dediklərimə əməl edərsiniz, rahat və sağlam, qəşəngcə də istifadə edərsiniz. Oldu. Sağ olun. Allah amanında. Bir də Mərifət Usta TV-yə YouTube-dan
Abunə olmağı unutmayın. Videolara da bəyən atın, zəhmət olmazsa. Bu da Universal Mərifət Usta. Sağ olun, Allah amanında, gələn görüşlərə dək.